Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün təbii ki, çoxların marağında olan, yəni qızıldır, gündəmdə olan və gündəmi zəbt edən qızıldır. Bugün aprelin 18-i qızıl platformasında ticarət dayanacaq. Yəni bu da deyək ki, Amerikada Good Friday, yəni müqəddəs cümə bayramı münasibəti ilə bağlıdır. Yəni əsasən də ABŞ beynəlxalq yəni maliyyə bazarında bir çox əmtələr bugün işləməyəcək. Ümumiyyətlə, əmtələrin işlənməsi aprel ayının 21-nə təsadüf edir. Neysə, gəlin keçək, təbii ki, bugün qızıl işləməyəcək və qızıl dünən nələr baş verdi qızılda? Təbii ki, qızıl maksimum səviyyəyə 33.60 deyə, yəni 3360-lara qədər yüksəldi və aşağı həddi 3283-lərə qədər endi. İndi gələn həftə nələr olacaq? Gələn həftə maksimum həddə qalxacaqmı, qalxmayacaq sualına gəldidə isə 3343-dən yuxarı formalaşsa təbii ki, alışlara yol açacaq. Amma dəstək xəttini əsasən də 3270-dən aşağı formalaşsa satış əməliyyatlarına yol açacaq.